Oruc İslamın 5 vacib əməllərindən biri olub, hər bir sağlam və yetkin müsəlmana fərzdir. Bəs üzürsüz yerə oruc tutmayan şəxsin İslamda hökmü nədir? İlahiyyatçı Ağa Hacıbəyli Yeni Sabaha bu barədə danışaraq məsələyə belə aydınlıq gətirib. Fidyə və kəffarə bir-birindən fərqli anlayışlardır və ayrı-ayrı prinsipləri var. Oruc tutmağı gücü çatmayan, qocalıqdan, xəstəlikdən dolayı bu ibadəti yerinə yetirə bilməyən şəxslərə Rəbbimiz Quranda yol göstərir. Bəqərə surəsinin 184-cü ayəsində bu barədə qeyd edilir ki, Ramazan ayında insan ya oruc tutur, ya onun kəffarəsini verir. Əgər xəstədirsə, sağalandan sonra qəzasını yerinə yetirməyə çalışır. Oruçda bilməyən, amma maddi imkana malik olan insanlar fidyə verirlər. Kəffarənin hökmü isə belədir ki, oruç tutan insan bilərəkdən orucunu pozursa, bunu yerinə yetirməlidir. Peyğəmbərimizin dövründə kəffarənin miqdarı bir qulu azad etmək imiş. İslam dininin hədəfi o vaxt bazarlarda alınıb satılan insanların sonlanması olub. İndi həmin prinsip yoxdur. Bunun yerinə ya 60 fəqirin qarnını doyuzdurmaq, ya da 60 gün bir insana fidyə miqdarında pul ayırmaq lazımdır. Beləcə həm fidyə, həm də kəffarəni yerinə yetirmiş oluruq deyə ilahiyyatçı bildirib.